Salam hörmətli izləyicilərimiz. Bu günləri sizə idman və idman sirlərini açıqlayacağım inşallah. İlk öncə isim hərəkətlərindən başlayaq. Bu qolun arxasına və qola işləyir. İsim mərkəzi aparatın yanında. Sego! İsilmə hərəkətləri çoxluğundan başlayır. İsilmədən məşqləmək olmaz, məşqə başlamaq olmaz. Növbəti isilmə hərəkətimiz barmaqlar da isilmə hərəkətidir. Sonra çiyinlərin isilmə hərəkəti başlayır. Sonra belə bir yerə sökənirsiniz. Sonra dəyişirsiniz. Əlbəttə ki, bu səhərlərdə işləmək lazımdır. Bəli, gördüyünüz kimi isilmə hərəkətləri bitdikdən sonra çıxıb gedirik evimizə, eşiyimizə, yəni bu qədər bəsdir. Bizdən idmançı olandır.